Xoş gördük. Əziz izləyicilərim, xalqımız həmişə haqsızlığa, ədalətsizliyə qarşı etirazını qəti şəkildə bildirmişdir. Bu xalq 1990-cı ilin 20 yanvarında imperiya qüvvələrinin göstərdiyi haqsızlığa qarşı əli yalın tankların qarşısına çıxdı və qalib gəldi. 2026-cı ilin 20 yanvarında xalqımız yanvar şəhidlərinin xatirəsini ehtiramla yad elədi. Cəmi bir gün sonra isə bizə ən böyük təskinliyi, sevinci Qarabağ futbol komandası və onun baş məşqçisi çox hörmətli Qurban Qurbanov bəxş elədi. Xalqımıza və komandamıza qarşı edilən növbəti haqsızlığın cavabı qətiyyətlə, özü də Azərbaycan oğlu tərəfindən layiqincə verildi. Xalqımıza və komandamıza qarşı edilən bu haqsızlığın cavabını ən yüksək şəkildə və obrazlı formada Müzəffər Ali Baş Komandan çox hörmətli prezidentimiz İlham Əliyev cənabları belə ifadə elədi. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ. Əziz Qurban müəllim, bugün bütün Türk dünyası sizinlə və qələbələrinizlə fəxr eləyir. Əziz izləyicilərim, Qurban müəllimin idman uğurları, müəllifi olduğum Zaqatala idmanı, görkəmli şəxsiyyətlər, biz onlarla fəxr edilik kitablarında ətraflı şəkildə verilmişdir. Həmçinin YouTube'da və TikTok'da yayınlanan müəllifi olduğum Gözəl Zaqatalam adlı kanalımda yayımlanan Azərbaycan futbolunun canlı əfsanəsi və Təbrik edirik Qurban müəllim adlı videoları da izləyə bilərsiniz. Diqqətinizə görə çox sağ olun.